Namaz idmandır, sağlamlıqdır, yuyunmaq, idman. Bu cür kiçiltməyək də, yəni o ibadəti. Oruc ümumiyyətlə sağlamlıqdır, diyeta saxlamaqdır, filandır. Bu deyilən məsələ. Amma bunlar da var onun içində. Tam inkar eləyək o deyil, yox, o da var. Amma onlar cüzviyyatdır da, o da var onun içində. Oruc tutmaq deyir, acların halını bilməkdir. Vəssalam, bundan başqa da yox. Onlardan biri də elə budur ki, acların halını yaşayasan. Bir var bilirsən, ha, falan kəs acdır. Bir də o aclığı yaşayırsan, yəni, acların halını bilmək demək deyil. O da var onun içində, amma tək bu deyil. Oruc ən əsas, axı, Quran özü deyir ki, ləəlləkum təttəqun da təqvalı olasınız. Təqvalı olasınız, yəni nə? Nəfsüvə yox deyəsən. Nəfsüvə yox deməyi bacarasan. Nəinki haramlarda, hətta halallarda. Nəfsə yox deməyi ildə heç olmasa bir ay məşq eləməlisən. Ki, nəfs belə bir şeydir ki, baca onun o yemini çox verdin, əjdaya dönəcək.